Bismillahirrahmanirrahim və bihi nəstə'in innəhu xeyrun nasir və mu'in və sallallahu ala seyyidina və nəbiyyina və alihi tahirin və la'nətullah ala a'daihim ecma'in minəl-an ila liqa'i yevmiddin nəhməduhu və nəstə'inuhu Esselamu aləl-Hüseyin və alə Ali ibn Hüseyin və alə avladil-Hüseyin və alə əshabil-Hüseyin əlləzinə bəzəlu muhəccəhəm dunəl-Hüseyin əleyhissalam. Məhərrəm ayının başlanmağı münasibəti ilə mən bütün möminlərə başsağlığı ərz edirəm və Allahdan istəyirəm ki, bizi və tamam möminləri və İmam Hüseyin əleyhissalamı və onun əshabını sevənləri, Kərbəla məktəbinə məhəbbəti olanları bu ayın feyzindən bir nəsib eləməsin inşallah. Məhərrəm ayı başlayanda İmam Hüseyin əleyhissalamın zikri müsibəti və İmam Hüseyin əleyhissalamın məktəbi, inqilabı barəsində hamının qəlbində bir oyanış əmələ gəlir. Təbiidir, Həzrəti Peyğəmbər buyurub ki, İmam Hüseyin əleyhissalama qarşı möminlərin qəlbində bir şirinlik, bir istilik, bir cazibə vardı və Məhərrəm gələndə həmişə möminlərin qəlbi o Məhərrəmin ahəngi ilə döyünəcək. Bu Məhərrəm ayında İmam Hüseyin əleyhissalamın şəhadəti Aşura günü Məhərrəmin 10-unda ki baş veribdir. Həqiqətdə bu şəhadət, bu qan özü bir məktəb təsis edib və məktəb bünövrəsi qoyub. O Həzrəti Peyğəmbər hədisdə varımızdır, İslam Həzrəti Peyğəmbərin təsis elədiyi bir dindir, İmam Hüseynin yaşatdığı bir dindir. Həzrəti Peyğəmbər o dini gətirib, təsis eləyib və İmam Hüseyin əleyhissalam onu yaşadıb. İmam Hüseyin əleyhissalamın qanı onu yaşadıb. Və bütün müsəlmanlar, İslamla tanış olanlar, İslamı mütaliə edənlər məzhəbindən asılı olmayaraq, hətta dinindən asılı olmayaraq bu qənaətdədirlər ki, əgər İmam Hüseyin əleyhissalam bu qiyamı eləməsəydi, bu inqilabı eləməsəydi, İslam tamam şəkildə Bəni Üməyyənin əli ilə aradan gedəcəkdi. Və bu sözü İmam Hüseyin əleyhissalam da özü Mədinədə, Mədinə valiliyinə çağırılanda orada o valiyə buyurdu ki, ələl-İslami vəssalam izqədbuliyyətul ümmətu bira'in misli Yezid. İslamın gərək Fatihəsini oxuyasan, İslamın sona çatmış hesab edəsən, o zaman ki, İslam, millət, insanlar Yezid kimi bir padişahla üzbəüz oldu və Yezid kimi bir insan, əgər ona insan demək mümkündürsə, gəldi insanlara rəhbər oldu. Bu insanların və bu dinin və bu İslamın gərək bunda Fatihəsini oxuyasan. Madəm ki, belə oldu, gərək bu zülmün və bu fəsadın və bu demək olar ki, çirkinliyin qarşısını kimsə nəyinsə vasitəsilə alsın və İslamın üzərindən, bu dinin üzərindən bu bəlanı, bu yaranı, bu mikrobu götürsün və illa İslam məhv olmaqdadır. Odur ki, və İmam Hüseyin əleyhissalamın və başqa məsumların və başqa Allah dostlarının, hətta ali rütbə olan dünyəvi insanların da belə fikri İmam Hüseyin əleyhissalamın dini yaşatmaqda bir nömrəli rolunun olmasındadır. İmam Hüseyin əleyhissalam öz sözlərinin birində buyurur ki, Allah sən özün şahidsən ki, mən nə hakimiyyət eşqinə düşməmişəm və nə kiməsə zülm eləmək istəmirəm, nəsə kimin haqqını əlindən almaq istəmirəm və nə mənim məqsədim yer üzündə fəsad və qarışıqlıq, çaşqınlıq əmələ gətirmək deyil və mən
görürəm ki, sənin bəndələrinlə zülmlə, ülvanla, düşmənçiliklə rəftar eləyirlər. Məzlumun haqqı gedir, zalim uzalır. Bu cəhətdən mən qiyam eləmişəm. Həzrət bu sözü deməklə də dünyaya bir elan verdi və bir demək olar ki, mesaj verdi ki, məndən sonra və mənim zamanımda çox adamlar, çox insanlar və çox dinsizlər gələcək, münafiqlər gələcək ki, məni də bir hakimiyyətə pərəstiş eləyən, hakimiyyət istəyən və hakimiyyətə susuz olan adam kimi qələmə verəcək. Ona görə də Həzrət bu sözü deyir, buyurur. Və hətta bilirik ki, İmam Hüseyin əleyhissalamın qarşı qoşun yığanda, onun əleyhinə insanları təbliğ eləyəndə adın qoymuşlar ki, dindən çıxmış. O dinindən çıxıb, dinindən xuruc eləyib. Əmirül Möminin əleyhinə xuruc eləyib. Məqsədləri də Əmirül Möminindən Yezid lənətullah əleyhi idi. Ona görə də İmam Hüseyin əleyhissalam əksər xütbələrinin əvvəlində deyir, əşhədu ən la ilahə illallah və əşhədu ənə Muhammədən Rasulullah sallallahu aleyhi və səlləm və bununla da yenə insanlara göstərmək istəyir ki, mən Allahın təhlicinə və Peyğəmbərin risalətinə mötəqidəm. Mən dinimdən çıxmamışam. Və bu, əvvəldə dediyimiz cümlənin də vasitəsilə Həzrət buyurur ki, onun vasitəsilə insanlara bildirmək istəyir ki, mən hakimiyyət eşqinə düşməmişəm. Burada iki nəfərin bir-biri ilə şəxsi meylləri üstündə müharibə eləməsi, qan tökməsi deyil. Mən fəsad eləməkdən ötürü qiyam eləməmişəm. Mən insanları çaşqınlığa salmaqdan ötürü qiyam eləməmişəm. Burada düzdür, cəbhənin iki tərəfində iki nəfər dayanır, bir tərəfində mən, bir tərəfində Yezid. Mənim də özümün bir hədəfim var, Yezidin də özünün bir hədəfi var. Amma mənim hədəfimlə Yezidin hədəfi eyni hədəf deyil. Əli Ağa Vahidin bir qəzəli bir şeiri var. Deyir, bəzmi xəlvət görünə aləmdir, Hüseyin şümri ilə məst, şümri məsti mülki rey, Hüseyin məsti ələst. Elə bir səhnəyə baxın ki, həm Hüseyin məstidir, həm şümri məstidir. Bu da bir hədəfin vurğunudur. Bu da bir hədəfin vurğunudur. Şümr və Ömər Səd məlun Rey mülkünün, Rey padişahlığının vurğunudur və onun yolunda məst olub. Amma Hüseyin əleyhissalam Ələstin məstidir. Yəni Allah Teala o ruhlara və ya insan fitrətindən xitab eləyəndə, onlarla əhdi peyman alanda Ələstu bir rəbbikum qalu bəla dediyi insanlar həmin orada verdiyi sözün məsti idi. Ələm əhəd iləykum ya bəni Adəm Allah təqabüdü şeytan. Allah Teala Yasin surəsində buyurur ki, ay bəni Adəm, mən sizdən əhd almamışdım, peyman almamışdım ki, şeytana sitayiş eləməyəsiz. Həmin Ələstin və həmin ələm əhədin məsti idi İmam Hüseyin. Və Yezidin özünə görə hədəfi var idi, İmam Hüseyin əleyhissalamın özünə görə hədəfi var idi. Yezid özü bir çirkin hakimiyyət və Allahın bəndələrin üzərində eşi-işrətlə yaşamaq, rifahda yaşamaq hədəfi iləndir, şərabxorluq eləmək, qumarbazlıq eləmək, meymunla oynamaq. Amma İmam Hüseyin əleyhissalam bu cürə xəbisləri Allah bəndələrin üzərindən qopardıb atmaq məqsədi ilə qiyam eləmişdi. Bizim əlimizdə çoxlu dəlillərimiz var. Yezidin təhrif olunmuş məsihiyyata əqidəsinin olmağında ki, məsələn, deyir, əgər şərabı Peyğəmbərin dinində haram görmüsənsə, onu sən rücu eləyib İsə ibn Məryəmin dinində halal tapıb içə bilərsən. Ki, biz də bilirik, Həzrəti İsa Allahın Peyğəmbəri idi, onun gətirdiyi dində Allahın haramlarının hamısı haram idi. Amma təhrif olunmuş məsihiyyatın bəzi qollarındakı şərabı haram bilirlər, halal bilirlər.
o həmin qollardan itaət edirdi və onun tərbiyəçiləri, uşaq vaxt böyüyəndə müəllimləri, hətta hakimiyyət vaxtında olan müşavirləri, köməkçilərin hamısı boynunda xaç gəzdirirdilər və ona o təhrif olunmuş Məsihiyyatı təbliğ edirdilər və hətta İslama və Peyğəmbərin nübüvvətinə, risalətinə mötəqid olmayıb bu adam ki, şeirlərinin birində deyir ki, Ləibət haşimu bil mulki fəla xəbərin caə və la vəhyün nəzələ. Peyğəmbər, Haşimlə məqsədi Peyğəmbərdir ki, padişahlıq eşqinə düşmüşdü. Nə vəhiy gəlmişdi, nə də xəbər nazil olmuşdu. Və bunlar Yezidin küfrünə dəlalət edən sözlərdir və Yezidin İslamdan uzaq olmaqna dəlalət edən sözlərdir. Çox əfsus ki, o zamanda, indiki zamanda da Yezidi Əmirül-Müminin bilənlər var idi və bu günlərdə bilənlər var. Hətta bəzi ölkələrin rəsmi nəşrləri Həqaiqun ən Əmirül-Müminin Yezid adında kitab nəşr ediblər. Əmirül-Müminin Yezidin həqiqətləri. Amma orada Yezidin həqiqətən yazıblarsa, onun niyə şərabxorluğundan, qumarbazlığından, meymundan oynamağından yazmayıblar. Və hamısı yalan götürüb nisbət veriblər Yezidə ki, bu günlərdə ona Əmirül-Müminin deyənlər var. Hər halda İmam Hüseyin əleyhissalam o sözü ilə ki, insanlar gələcək bir zaman bunun da hakimiyyət eşqinə düşməyin deyəcəklər, ona inanacaqlar. Onu həmin məsələyə aydınlıq gətirməkdən ötəri Həzrət buyurur ki, Allahım sən şahidsən ki, mən nə fəsada görə, nə çaşqınlığa görə, nə hakimiyyətə görə, bu şeylərin heç birinə görə mən qiyam eləməmişəm. Fəqət mənim qiyamımın bir dənə yeganə səbəbi var idi. Səbəbi var, o da uridu ən amra bil məruf və ənha ənil münkər. Allah sən bilirsən ki, mənim məqsədim yaxşılığa dəvət eləmək və pislikdən çəkindirməklidir. Və əsirə biseyrəti cəddi və əbi və mənim məqsədim cəddim Peyğəmbərin və atam Əlinin getdici yolla, tutduğu yolla getməliydi. Mən bu məqsəddən ötürü qiyam eləmişəm. Sənin dinini aradan aparırlar, sənin Peyğəmbərin sünnəsini aradan aparırlar və sənin höccətin sünnəsini aradan aparırlar. Mən qiyam eləmişəm bunları bərpa eləməkdən. Və illa dünyanın nə hakimiyyətində, nə maddi, nə başqa bir demək olar ki, varlığında, nemətində mənim zərrə qədər də tamahım və təmənnam yoxdur. İstəyirəm əmri bi məruf, nəhyəzi münkər edəyəm. Hər halda biz İmam Hüseyin əleyhissalamdan danışsaq, gərək aylarla, illərlə danışaq. Necə ki, 1400 ildir o 5-6 saatlıq Kərbəla döyüşündən danışılır, izahlar olunur, şərhlər olunur, kitablar yazılır, filmlər çəkilir, səhnələr düzəldilir. Amma yenə də hələ orada açılmamış məqsədlər, mənbələr və sözlər və hikmətlər vardı. Bundan sonra da onlar açılacaq və insanlar gərək ondan istifadə eləsinlər. Bu günləri biz başqa-başqa əcnəbi məktəblərə tabi olmaqdansa, əcnəbi qanunlardan, əcnəbi düşüncələr və ideyaları gətirib öz cəmiyyətimizin içərisinə, öz evimizə, öz məktəbimizə, tərbiyəmizə çıxartmağımız əvəzinə İmam Hüseyin əleyhissalamın məktəbin bir rəhbər kimi, bir qabaqcıl kimi, bir müəllim kimi, bir ata kimi, bir qardaş kimi, bir övlad kimi bütün sahələrdən gətirib onu tətbiq eləsək, tərbiyəmizdə, əxlaqımızda, cəmiyyətimizdə, hətta işğal olunmuş torpaqlarımızda o bizim üçün çox uğur gətirər. İmam Hüseyin əleyhissalam tək qalanda ona dəvət elədilər və tək qalımsan, heç olmasa özün gəl biət elə, tabi ol bizə, öz canın salamat qalsın. Həzrət buyurdu ki, vay olsun sizə, siz yadınızdan çıxardıbsınız ki, mənə hansı qadın süt verir və mən hansı qadının qucağında böyümüşəm, tərbiyə almışam. Siz bilmirsiniz, mən o xanımın ki, tərbiyəsini almışam, mən heç vaxt düşmənə əl uzatmaram, düşmənin beyət əlin qəbul eləmərəm. Və bunu bu günləri müsəlmanlar öz cəbhələrində, işğal olunmuş torpaqlarında və öz iqtidarlarını möhkəmlətməkdə bu cürə tərbiyəvi, əxlaqi
məsələləri demək olar ki, bərpa eləməlidirlər və tətbiq eləməlidirlər ki, ta nə olsun, elə bir xoşagəlimli bir formada, lazımı bir formada, vüqarla, izzətlə, şərəflə yaşamaq mümkün olsun. Əfsus ki, bundan insanlar və dünya bütün şəkildə uzaqdır. İmam Hüseyin əleyhissalamı tanımır. Mahatma Gandhi Hindistandan İmam Hüseyni mütaliə edir, tanıyır və öz xalqını əsarətdən İmam Hüseyin əleyhissalamın məktəbinin göstərişləri ilə qutarır, nicat verir, amma müsəlmanlar bundan istifadə eləmirlər. Bu özü təəssüflü bir məsələdir. Hər halda İmam Hüseyin əleyhissalamın məktəbi bir məktəbdir. Ondan biz hər bir sahəmizdə istifadə eləməliyik və İmam Hüseyin əleyhissalamı tanımaq, onun məktəbindən istifadə eləmək insanların həm dünyasını, həm axirətin düzəldir və insanı həm dünyada izzətli və şərəfli yaşamağa və axirətdə də əbədi səadətə qovuşmağa gətirib çıxardır. İmam Hüseyin əleyhissalam eyni İslamdır, İslam da eyni İmam Hüseyin əleyhissalamdır. Qur'an samitdir, İmam Hüseyin əleyhissalam isə natiq-i Qur'andır. Allah rəhmət eləsin, Sabiri deyir, İslamımızı eyləməliyik, beyləmi ihya, imanımızı qılmalıyıq, beyləmi ifa. İslam o deyilmi ki, cigər qoşu-i zəhra baş verdi yolunda susuz alqan arasında. Yəni, İslamın başını kəsirdilər, İslamın damarlarını kəsirdilər və İslamın qanı axırdı Kərbəlada. İnsanlar amma görürsünüz ki, bu günləri İmam Hüseyin əleyhissalamdan İslamı ayrı-ayrı şeylər hesab edirlər. Amma əslində yox, elə İmam Hüseyin əleyhissalam İslamdır, sırat-əl müstəqim. O həmd surəsi ki, gündə 10 dəfə vacibdir, biz onu oxuyaq və hər 10 dəfənin də içərisində bir cümlə, bir ayə sırat-əl müstəqimdir. Həmin o sırat-əl müstəqim, o nemətlənmiş yol, o nifrətlənmiş yoldan uzaq olan bir yol, həmin İmam Hüseyin əleyhissalamın yoludur. Bu əmri bi məruf ayında, bu nəhyəz münkər ayında, bu İmam Hüseyin əleyhissalamın inqilabı ayında çalışaq inşallah bu məktəbdən istifadə eləyək, bu məktəbi həyatımızda tətbiq eləyək, övladlarımızı bu məktəbin əsasında tərbiyə eləyək, həyatımızı bu məktəbə uyğun quraq, özümüzü dünyada İmam Hüseyin əleyhissalama tanıtdıraq və onu sevək və onun kitabına yazdıraq, ta o da həm dünyada, həm axirətdə bizə neynəsin, şəfaət eləsin və bizə çətinliklərdə kömək eləsin. Qiyamətin o çətin anlarında, qovqalı vaxtlarında İmam Hüseyin əleyhissalam bizim dadımıza yetişsin və gəlib bizə şəfaət eləyib, bizi nicat versin. Allah Teala bizi ağanın, İmam Hüseyin əleyhissalamın həqiqi sevənlərindən, dostlarından qərar versin və bizi inşallah bu Məhərrəm və Səfər ayının feyzindən binəsib eləməsin. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu.